Salam dostlar, bugünkü dərsimiz yenə functionlar və function bloklara aiddir. Axırıncı dərsimiz olacaq. Bu dərsdə biz multi-nüsxələr metodunu, yəni multi-instance ingilis dilində o metodu keçəcəyik. Nə üçün lazımdır onu izah edəcəyik və tətbiq edəcəyik. Biraz da praktiki olacaq bir dərs. Bu dərsdə biz çalışacağıq bu silindirləri idarə edək. Və birinci multi-instance-dan danışım sizə. Bu multi-nüsxələrdən nə deməkdir? Siz tutayım ki, bir OB blokunda hər hansı bir function blok yaratmışsınız və o function blok üçün bir DB yaratmışsınız. Və proqram elə gəldi ki, deməli, məntiqlə siz gəldiniz ki, ikinci F bloku yaratmalısınız. Bu F2 blokuna aid və yenə də bir dənə də DB yaradasınız. Və bu getdikcə silsilə kimi artacaq. Və nəticədə sizdə DB blokların sayı çoxalacaq. Onun üçün nə edirlər? Adətən belə çox olanda siz multi-nüsxələr metodlarından istifadə edirsiniz. Bu nədir? Yadınızdadsa bizdə stat sətri var idi hər dibin içində. Siz deməli bu stat dibisinə struktur yaza bilirsiniz. Struktur artıq bizdə gedir mürəkkəb tiplər və o barədə biz növbəti dərslərimizdə danışacağıq. Həm massivlər haqqında, həm strukturlar haqqında. Sadəcə burada yadda saxlayın ki, multi-nüsxələr istifadə etmək üçün siz struktur yaradırsınız və bu strukturda digər FP blokun artıq parametrləri, yəni dəyişənləri yazılır. Gəlin indi bunu tətbiq etməyə çalışaq. Onun üçün də mən də Semantic Manager açıqdır. Siz də açın studiyamızı, Semantic Manager'ı. Kimdə yoxdursa Taskforce saytdan müraciət edə bilər. Və dediyim kimi biz proqram yazıb bu silindirləri işlədəcəyik. Bu simulatorda bizim saytda mövcuddur və bizim virtual maşında. Dostlar, deməli birinci nə edirik? Gəlin bir dənə FP bloku yaradaq. Burada fikir verin, valve adı qalsın. Ya silindir qoyaq adını istəyib. Ya valve qalsın. Valve. Və dostlar, burada fikir verin bu multi-instance quşu qalsın yerində, verdiğim bu tik qalsın yerində. Və biz nə edirik? Ok düyməsini basırıq. F3 yarandı və gəlirik bura. Və bizdə gəlin baxaq bizim silində. Bizə lazım olacaq 10 bir xod getmək, off dala qayıtmaq, boşaltmaq. Sonra vaxt lazım olacaq, bir də bu sensora çatma vaxtı lazım olacaq, ya sensor siqnalları lazım olacaq. Onun üçün biz yazırıq in blokun içində. Deməli 10, bu olacaq bizdə. Off, bu da bu olacaq. Və sensora nə yazaq? Sensora yazaq. FB10 yazaq, ya FB10 yazaq. FB10, function bloku qoşuluq. Bu da bu olacaq və burada bizə lazımdır vaxtı, kontrol vaxtını təyin etmək, yəni silindirin kontrol vaxtını, onu qoyaq. Adını process time, PT, burada deməli seçəcəyik time. Və ilkin olaraq, yəni 2 saniyə qoyaq. Lazım olsa çoxaldarıq. Enter və out da bizdə olsun Q valve qoymuşdur da, blokun adını düzdür. Tamam. Və gəlin dostlar, indi keçəcək bizim sxemimizi FPD-yə. Və biz trigger əlavə edəcəyik. Burada istifadə edəcəyik SR triggerin. SR triggeri bilirsizlər nə təşkil. Yəni Siemens'də burada hansı siqnal axırıncı gəlirsə çıxılda o prioritet alır. Deməli burada 10
burada deməli off və bura dostlar yazırsınız Q-valve və silinderin deməli dostlar işləməsi üçün gəlin biz timer istifadə edək. Bura gəlin yeni network əlavə edək və biz SFP4 funksiyasını istifadə edəcəyik timerin. Onun üçün gəlirsiniz library-lə, deməli burada bizə lazım olacaq standart library, standart və burada seçəcəyik. Dostlar, deməli standart library, burada seçəcəyik system function. System function haqqında əlavə danışacağıq sizlə dərslərin axırında və burada seçirik SFP4. Deməli, burada görürsünüz dostlar, timer açılan kimi bu işarələr burada sizdən tak istəmir. Bunlar artıq sizdən istəyir DB. Yəni, bunun üçün də biz DB yaratmalıyıq, amma biz yaratmayacağıq. Biz istifadə edəcəyik nəyi? Multi nüsxəli metodları. Dostlar, deməli, biz basacağıq burada sağ düyməni Change to Multiple Instance Call. Bunu seçirik və burada bizim strukturun adını yaradacaq. Bu struktur artıq bizim timerin, bizim DB-nin içine oturacaq və məlumatları biz oradan əldə edəcəyik. Gəlin qoyaq adını timer 1. Kommentə ehtiyac yoxdur. Ok düyməsini basırıq. Və burada görsəz dostlar, artıq bizim yaradılmış strukturun adı, ya belə deyim, dəyişənin adı blokun içində yarandı və özü də artıq gəldi, düşdü bura. Gördünüz. In out özünün öz dəyişənlərin istifadə etmək üçün sətirləri var. Və fikir versəz dostlar, bu dəyişənlər SFP4 blokunun girişlərin və çıxışların sizə göstərir. Yəni təkrarlayır da belə deyim. Struktur ümumiyyətlə elə bir mürəkkəb tipdir ki, yəni data type'dir ki, o həmişə kopya edir özünün. Ona görə hətta belə proqramlaşdırma ilə məşğul olanlar bilirlər ki, orada da biz artıq pointer istifadə eləməliyik ki, biz tutulan yaddaşın həcmini azaldaq. Və yaxud union istifadə edirlər. Bu mövzudan kənardır, sadəcə o barədə biraz danışmaq istəyirdim. Və növbətdə addımımız dostlar olacaq. Və burada dostlar biz nə etməliyik? Biz artıq bizim birinci blokdan gələn siqnalı bu timeri qoşmaq üçün istifadə edəcəyik. Onun üçün bizə hansı siqnal lazımdır? XOR siqnalı. Burada birləşmə düz olmadı. Bizə lazımdır ki, bu birləşsin in siqnalı ilə. Rəqi bölümünü silim. Bunu əlavə edək bura və bunu da birləşdirək bununla. Dostlar, belə birləşdirin siz də. XOR yadınızdadır da yağın ki, riyaziyyat dərslərində də keçirlər bunu. Yəni, üstdə proqramlaşdırma ilə kimsə məşğul olubsa, onlar bilirlər. Yəni, əgər giriş siqnalları fərqlidirsə, ancaq orada biz alırıq 1. Eyni olanda biz 1 ala bilmirik. Yəni, 0-0 olsa biz 1 almayacaq, 0 alacaq və 1-1 olsa yenə də 0 alacaq. Dostlar, birinci girişə biz qoyacaq hansı siqnalı? Q-valve siqnalı. Yəni, biz knopkanı basanda, knopkanı basırıq və bizdə baş verir Q-valve. Niyə çıxmır? Q-valve. Tamam, gəldi. Və burada qoyacaq, deməli, bizə lazımdır bizim vaxtımız. FB oldu. Yox, bizə sensor lazımdır. FB olmayacaq bura. Darta bilmədim. FB 10. Yəni, bu nədir? Elə buradan da baxa bilərik. Bu siqnal ölçəcək bizdə xor, yəni yoxlayacaq bizdə. Əgər bu siqnallar fərqlidirsə, ondan sonra timer qoşulacaq. Çünki timerin dala, silindir üzü istəyən, həm dala getməyi var, həm qabağa getməyi var.
Yəni fərqli olsa, tutayım ki, bizim silindir buradadır, siz Q-valve koda düşdü, siqnal gəldi və baxacaq, görəcək, əgər bu sensordan siqnal yoxdursa, gedəcək qabağa. Yox, siz təzədən Q-valve baxsaz və bu siqnal varsa, artıq sıfır verəcək. Bunu yazdıq dostlar və növbəti addımlar. Dostlar, bir şey də var, məsəl üçün bizdə timerlərdə biz error siqnalda istifadə edə bilərik. Biz hələ onu yaratmamışıq, gəlin onu yaradaq burada, yaradaq, adını qoyaq QR və bu olsun bu da və bunu qoyaq bura QR. Bir dəqiqə mən interneti söndürüm. Dostlar, deməli bu error siqnalı olacaq bizdə və növbəti siqnal və bizim timer start vaxtı bir proses yaratmışdıq, onu da istifadə edəcəyik 2 saniyə və gəlin bunu save edək, baxaq ki, error yoxdur, the interpretation block was changed after yes basırıq. Dostlar, save elədik, gəlin keçək, indi keçək bizim OBA-yə, OBA1-ə, OBA1-i açırıq. Bu bizə lazım deyil, bu da bizə lazım deyil və yeni network yaradaq və bizim bloku əlavə edək. FB3 idi bizdə. FB3 valve. Bir dəqiqə. Əslində kommentlər tez-tez qoyun dostlar bu simvolik neyimləri ki, blokların nə üçün istifadə olunmasını biləsiniz. Və bizdə burada bizdə yenə DB istəyir. DB5 qoyaq adını. Enter. Deyir ki, DB yoxdur, yaradırıq. Bəli, yes düyməsini basırıq və DB5 yarandı bizdə. Və artıq burada giriş siqnallarını verək uşaqlar. Deməli, açırıq bu sxemi, baxırıq. Deməli, gəlin belə eləyək. I07, I06. Qoy qoşulma olsun bizdə. I0.7. Bu olsun I0.6, yəni off siqnalı. FB10 bizdə gələcək deməli. Bizdə gələcək deməli I11-dən FB10 bizdə feedback edir, düzdür. Onda function both 10 da yaza bilərik. Yoxdur qalsın, deməli sonra pattern saxlayırıq dostlar, 2 saniyə saxlayırıq. Q-valve bizdə olacaq nə? Baxaq bizdə Q-valve olsun Q40, Q40, Q4.0 və erroru olsun Q5.7 belə. Və dostlar, gəlin save eləyək. Save elədik. Problem çıxmadı. Tam bağlayaq. Gəlin bunu da bağlayayım. Close. Lazım deyil və simulatora start edək. Gəlin bir dənə də dostlar test papkasını silim, bizə artıq lazım olmayacaq. Bizdə error olmasın. Bunu sildik. Bu bloklar yerindədir və yenidən simulatora start verək. Yes. Və yükləyək bunu bizim PLC-yə. Yes. Baxaq.
bizdə error çıxmadı. Dostlar, gəlin bir dənə birinci OB blokunu test eləyək. Baxaq, bizdə error var, işləyir, işləmir. Ondan sonra valve simulatorunu qoşarıq. Buranı bağlayaq, bunu bağlayaq. Düşür aşağı. Və keçək bura. Deməli, bizə lazım olacaq 0, deməli 0.7 lazımdır. Çıxış dəyişdi. Yox, çıxış. Bizdə error oldu bilmənməyə görə. Buranı 1 qoyaq. Və bunu yığışdırsaq. Artıq getdi siqnalımız, yığışdırsaq. Və gəlin altını basaq. Altını basanda bunu da saxlayaq. Tamam, indi gəlin yoxlayaq dostlar. Deməli, simulator açaq. PLC Sync. Belə metal qoyun ki, hamı üçün yaxşı olsun. Bunu biraz balacalaşdıraq. Qaldıraq yuxarı. Və yoxlayaq. Dostlar, başlayaq testə. Birinci deməli, gəlin belə eləyək. Bu iki biti aktiv saxlayaq. Belə PLC connected və yaxşı görməyəcəyik belə eləyək. Qaldıraq yuxarı və burada F1-i basaq. Gördünüz, valve getdi və bizdə error yandı. Error söndü artıq. Bir dənə də off siqnalını yoxlayaq. Bəli, bu da işlədi və bizdə error olmalıydı, olmadı. Tamam, bir dənə deməli neynəyəcək indi. Burada yağın ki, başa düşdünüz də dostlar, mən nəyə görə bu iki biti qoyuram bura, yəni bu sensorların işləməsinə görə. Prinsipi dostlar belə də işləyir, erroru da görürsünüz və bir də istəsəz test eləyək. Gəlin buradan test eləyək, bu dəfə baxaq görək, bizdə deməli qabaq buydu, gedir və error yanmalıdır, error yanır, çatanda error itir. Bir dənə də gəlin bağlayaq, indi bu sensorla siz işlədəcəyik, baxaq görək bizdə nə baş verir. İşləyəcək yoxsa yox. Bəli, işləyir, error gəldi və indi bağlayırıq, işləyir. Və dostlar, burada da istəsəz sürəti artıra bilərsiniz, speedi artırırsınız və daha sürətli işləyəcək. Gəlin bir yoxlayaq. Yenə buradan verək start. Bəli, biraz sürətli işləyir, görürsünüz və buranı bağlayaq. Dostlar, prinsip isə belə. Gəlin bir dənə də onda Q5.0-ı yoxlayaq. Deməli, yox, buradan görürük, don't start, yanır. Dostlar, burada yanır o. Ya da gəlin bir dənə də yoxlayaq, eyb yoxdur. QB bizdə olacaq 5. Bunu da yoxlayaq və dərsimizi tutaraq artıq. Deməli, bizdə error 0-dır hal-hazırda burada da bit yanmır, yoxlayaq. Yəni, buradan yoxlayaq. Bəli, error gəldi və kəsildi. İndi isə dava getməyi. Tamam, error ehtiyac olmadı deyəsən və burada var. Dava gedəndə yoxdur. Tamam, olsun. Belə bir şeydə məsəl üçün bloklaya bilərsiniz. İndi qabağa getməyəcək. Gedini görürsünüz. Və eyni cür dava xodda olsa, yox, belə getsə və indi dava getməyəcək. Gəlib basıb saxlayasınız. Dostlar, çox sağ olun, təşəkkür edirəm hamınıza. Dərs düzdür, biraz uzun oldu, amma yaxşı ki, yaxşı nəticə verdi. Çox sağ olun, təşəkkür edirəm.